Salam dostum, bu videoda TikTok'da takipçi sayımı necə artıra bilərəm sualına cavab hazırlamışam. Sadəcə TikTok istifadəçi adınızı daxil etməklə, bəli, istifadəçi adınızı daxil edəcəksiniz. Heç bir şifrə daxil etmədən, heç bir proqram köçürmədən istədiyiniz qədər TikTok hesablarınıza bot deyil, gerçək takipçiləri 5 dəqiqədə göndərə biləcəksiniz. Sizdən sadəcə istədiyim bu videonun sona qədər izləməyinizdir. Eyni zamanda videomuzu bəyənib kanalımıza abunə olmağınızdır. İndi isə sürətli bir şəkildə videomuza keçid edəcəm. Amma dediyim kimi videonun sona qədər izləyin ki, hər bir addımdan xəbərdar olasınız dostlar. Sözü çox uzatmayacağım. Məlumatınız olsun ki, bot takipçiləri olmayacaq. Hər biri gerçək Azərbaycanlı takipçilər olacaq. İndi isə dostlar baxın, TikTok hesabınıza gəlirsiniz. TikTok hesabınıza gəldikdən sonra yuxarıda sağ tərəfdə 3 xətt var. Bura daxil olursunuz. Buradan məxfilik bölümünə daxil olursunuz. Yəni gizlilik bölümüdür. Bura daxil oldunuz. Baxın, ən yuxarıdakı buton boz rəngdə olmalıdır. Yəni hesabınız hər kəsə açıq olmalıdır. Gizli hesablara təəssüf ki, TikTok takipçi göndərimi edilmir. Məlumatınız olsun. Sonra isə geri qaydırıq. TikTok istifadəçi adınızın üzərinə 3 dəfə tıklayırsınız. Yəni profil şəklinizin altındakı TikTok istifadəçi adınıza 3 dəfə tıkladınız. Sonra isə dostlar Google'a gəlirsiniz. Google'a gəlib takipçi.com yazırsınız. Çıxan ilk yaşıl loqolu sayt. Bu sayt Azərbaycanda 5 ildir rəsmi olaraq fəaliyyət göstərir. Məlumatınız olsun. Buradan TikTok paketlərinə daxil olursunuz. Buradan TikTok takipçi paketinə daxil oldunuz. İstədiyiniz TikTok takipçi paketini seçərək hesablarınıza gerçək takipçilər göndərə bilərsiniz. Gerçək, yəni bot takipçilər deyil. Məlumatınız olsun. Eyni zamanda hər hansı bir sualınız olarsa, saytın baxın burada WhatsApp dəstək bölümü var. WhatsApp dəstək bölümündən istədiyiniz qədər suallarınızı yaza bilərsiniz. Videomu bəyəndinizsə bəyənməyi unutmayın. Kanalımıza da abunə olun dostlar. Xoş günlər arzu edirəm.